Şahdəniz 2 platformalarının üst tikililərinin inşasının artıq 93% yekunlaşıb. İnşa qrafika uyğun sürətlə gedir və onu da qeyd edək ki, tikililər 2017-ci ildə dənizdə quraşdırılacaq. Yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsi üzrə işlərin 98%, hasilat və dik borular platformasının göyərtəsi üzrə işlərin isə 91% başa çatıb. İşlərin bu cür irəliləyişi imkan verib ki, Şahdəniz 2 üzrə 2 üst tikilinin istismar sınağına bu ilin martında başlanılsın. Bu isə planlaşdırılan tarixi 3 ay qabaqlayır. 2 top sayıda bir sahədə tikilməsi az bir görünən inşaatlarla bu bir rekorddur. Bizim sahədə bunu həyata keçirdik və bu 2 top sayt bir-birindən 3 ay fərqlə dənizə aparılacaq. 17-ci ilin axırına artıq bunlar dənizdə quraşdırılacaq və son 18-ci ilin əvvəlinə qazılmış quyular buna birləşdirilib və biz 18-ci ilin ortasına ilk qazı Şahdənizin 2 layihəsi çərçivəsində alacaq. Şahdəniz 2 platformalarının üst tikililərinin ümumi çəkisi 28,5 min ton təşkil edir. Azərbaycanda ilk dəfə olaraq Şahdəniz 2 platformalarının tikintisinin 100%-i ölkə daxilində həyata keçirilir. Əvvəldən belə strategiya planlaşdırılmışdı ki, bu nəhəng layihə Azərbaycanın daxili imkanları hesabına reallaşdırılsın. Biz SOCAR və ASFE ilə birlikdə bu strategiyanı uğurla reallaşdırdıq. İşlər büdcə çərçivəsində və qrafika uyğun davam edir. Platformaların dayaq bloklarının tikintisi də qrafik üzrə davam edir. Dayaq bloklarından biri artıq dənizdə quraşdırılıb. İkinci dayaq blok gələn ilin ikinci rübündə dənizə yola salınacaq. Aysel Fərziyeva, Bağır Kərimov, Lider TV.